Sərxan müəllim, saman yoxsa yonca? Təbii olaraq yonca həm istər kökəlmə, istər yemləmə, istər inkişaf. Çünki onu deyim ki, yoncanın tərkibi məlum olduğu kimi vitaminlər, zülallar var. Saman da vermək olar, lakin samanı hər gün yox, 2 gündən bir gün aşırı vermək uyğundur ki, mədə-bağırsaq sistemini heyvanda tənzimləyir, ishalın qarşısını alır. Lakin yonca isə həm südə təsir göstərir, həm böyüməyə təsir göstərir. Qışda bədən istiliyini hansı yaxşı saxlayır? Təbii olaraq yonca. Samanın tərkibində heç bir mineral, heç bir maddə olmadığından adi, belə deyək, boş bir hava kimi qəbul olunur saman. Lakin yoncanı tərkibində vitaminlər, zülallar zəngin olduğuna, hətta bunu yoncanın tərkibini yem vahidi olaraq meqazolla da hesablamaq olur.